Herkese salamlar dostlar. Necəsiz? Yəqin yaxşı olarsınız. Bu gün sizlərlə birlikdə yeni bir PUBG Mobile videosundayıq və başlıqdan da gördüyünüz kimi bu gün uşaqlar sizə necə pulsuz ödül yolu almağı göstərəcəm uşaqlar. Bilirəm bununla bağlı çox video var, amma mən sizə asan, rahat formasını göstərəcəm. Kodu əlinizə verəcəm, bağlantınızı əlinizə verəcəm. Siz də yazasınız, alasınız. Hər şeyi bu videoda göstərəcəm ki sizin də kasıbların da 2-3 dənə destansız olsun etsənsə. Birinci nə edirik? Birinci mən sizə deyim uşaqlar. Mənim 252 ucum var. Azalmamışdı o. Hə, birinci şeylər mən sizə bir şey göstərəcəm. 10 ucuya bəxtimə çıxana baxın bir dənə. 10 ucu açdım. Bir dənə mənə Molotov çıxdı. Bu şey var ya, Uzumaki Naruto'dur nədir? Uzumaki bu nə adla? Hər nəsə, Allah başqa yazmaq istəyirsən. Nəysə. Bilmirəm başa işsiz yetişməz. Mənim başqa şey ağlıma gəldi. Nəysə. Buradan uşaqlar giririk etkinliyə. Burada göndərim etkinliyi var. Birinci buna giririk. Praise yəni ödül yolu. Biz nə etməliyik? Baxın, mən də göndərim getmişinə. Mən bir dənəsini göndərmişəm. Bunlar çəkiliş bekləyin, yəni mən hələ göndərmişəm. Bunlar incələyirlər. Mənim paylaşdığım şeylər falan hamısı incələyir. Bu gün sizinlə çəkəcəm, göndərəcəm, yenə birində göndərəcəm ki, baxasınız biləsiniz. Nə edirik? Belə bir dənə şeydə qatma qarşı. Baxın, burada nə yazıb? Çəkilişə katılmaq üçün göndər. Bax bu var ya. Bastıq. Göndərim bağlantısı, davet kodu, göndərim platformu. Mən YouTube'dan göndərmək istədim. Bilirsiniz ki, mən hələ bu mod gəlməmişdən əvvəl, bildim. Yəni bu prize mat falan bunlar bilinməmişdən və mən bir dənə video çəkmişdim YouTube'da və o videonun linkini falan göndərmişsəm alınmadı. Ona görə də yeni bir şey çəkəcəyik. Göndərim bağlantısı, çəkdiyimiz videonun kodunu o yazır https falan filan da ondan yəni göndərəcəyik, yəni kopyalayıb bura yazacağıq. Davet kodunu da buraya, məsələn mən kopyalayamayan bir şey yazmışdım. Yoxdur. Hə. Davet kodunu deyəcəm sizə, platform TikTok olacaq. Sonra da basacağıq. İndi mən bir dənə elə belə Livika başlayıram. Yəni moda özəl olan şeylər də, məsələn, keçən mod nə idi? Keçmiş mod yanından çıxdı səninə. Allah, keçmiş mod nə idi? Sənin yadımdan çıxdı. Hər nəsə mən şey deyim də, məsələn robot modu var idi, Transformers. Orada Transformers çəkib göndərəcəkdi. Su altı modu var idi. Suyun altına falan gedirdi mod kimi yer. Məsələn oranı çəkib göndərəcəkdiniz. Burada da məsələn ya tülkünü çəkəsiniz, ya bu ateş fırlatan şeyi çəkəsiniz, ya binaları çəkəsiniz. Mən də modun atlama yeri var ya. Mən oranı çəkəcəm indi. Yəni indi mən necə eləyəcəm? Bu çəkdiyim videodan qırpıb göndərərəm, eyb olmaz. Uşaqlar, başa bildim nə edəcəyimi. Problem bilsinlər. Məndə bir dənə çəkən proqram var. Mən həm bunu videonu çəkə-çəkə həmin o TikToka göndərəcəyim videonu da çəkməliyəm deyə bildim nə edəcəm. Mən indi 3 dəqiqəlik qismi çəkmişəm, yəni dayandırdım onu. İndi nə etməliyəm? Burada danışdıqlarımın səsini alacağam, hər şeyini. TikToka göndərəcəm. Amma siz elə bir ki TikToka göndərdiyim versiyanı buradan belə görəsiniz. Mən ara tullanacağam? Ninja Akademiya tullanacağam. Oranın bax bu dəqiqə yəni buraları falan düzəldəcəm, hər şeyi düzəldəcəm, sizə atacağam. Atacağım deyəni, yəni TikToka atacağam ki, gözləyim bir dəqiqə. Çox danışmamaq eyb olmaz, danışın biraz. Baxın, modu tam göstərin. Yəni modun hər yerini bax belə bu formada göstərin. Adamları falan da göstərin. Yuxarıya tullananlar oldu. Problem deyil. Məsələn gəldiniz, onun səsi ehtiyac yox, səsi onsuz da alacağam buradan. Bu adamla mən fight eləyəcəm, eləyəm qaçsı deyə şərəfsiz. Ay, ləlöş, hara qaçsan hə, ləlöş. Aha, bir şey lazımdır. Allah, adam qaçsın. Yəni bu neyinir ala burada? Silah! Vurdular ana bir şey. Hər nəsə, buranı eyb olmaz, çək atmarıq. Problem deyil. Buranı atmarıq, ala nə pis bir yabra oldum ala. Heç olmaz, biz hara düşəkdə onda? Elə mən TikToka attığım kimi bu şeyə düşəkdə. Burada nə deyim? Adı yaman sıx deyə yerini. Ayda. Buranın adı nə idi? Hər nəsə. Buradan mod gəlib də, modun etkinliyi yeridir. Buradan mən olsun, Chidori olsun, Rasengan olsun, yəni başqa şeylərin hamısını götürəcəm. Bura adam düşübdən də. Var adam. Bilmirəm olub olmadığını. Hər nəsə, məsələn, mən indi bunları yerdən yavaş-yavaş yığıram. Buraların hamısını, məsələn ninjalar gəldilər. Ninjalar hardadılar? Ninjaları göstərirəm.
Məsələn, bu ninja mənə şey atır. Bunu öldürdüm. Bunun sandığından məsələn loot çıxır. Bunu belə göstərəcəm. Yəni hər şeyin o videonda sizə tamamını izlədəcəm ki, necə yəni editləmişəm, kəsmişəm, hamısını sizə göstərəcəm. İndi buralarda hələ göstərməyəcəm. Sonra değişim jutsu, Rasengan. Yəni yerdə bunların hamısını göstərin. Sonra da istifadəsini. Biraz hamısı Chidori falan deyəsən hamısını tapdım, hamısını tapdım. İndi məsələn mən keçirəm bura. Videonu elə bir ki bu dəqiqə açmışam. Ateş topunu göstərirəm. Attım belə yerə. Yerdə yanır. Amma mən üstündən keçirəm, yanmıram. Bu bir. Məsələn, bunu göstərdim. Yəni TikToka yükləyəcəyimiz videodur. Deyirsiniz ki, bu xəstə neyini? TikToka göstərəcəyim videodur. Məsələn, belə uçuruq, gedirik. Chidori idi bu. Chidori özü. Sonra Rasengan. Bu Rasengandır. Belə yəni ki, elə ki TikTokdayıq da. Rasengan idi, bu Chidori idi. Nə idi ala bu? Rasengan idi, hə. Bir də ki, çamurdan duvar. Yəqin ki, o elə idi adı. Baxın, basırıq. Şu. Qaldırdıq belə göyə. Şu, biraz da buna belə şeylərdən ata bilərsiniz. Nə bilim, bunlardan. Bir dəqiqə. Hə, şu. İndi, yəni, videonu çəkdik, tamamladıq. Biraz da belə yuxarını falan göstərək. Modun, yəni, özəlliyini. Bitdi. İndi mən bura girmişkən sizinlə də biraz oynayaq. Bir dəqiqə. Səsim gəlir, səs bir gəlir. Mən o çəkdiyim videonu dayandırdım indi ki, edit eləyəcəyim qism odur, edit eləyəcəyim form odur. Buralarda fight falan gedirdi. Ölməyə çalışacağım. Nəyi var raşlayacağım ki, ölüm bir dənə. Aha, biraz da buradan lootumuzu biraz yığaq. Yelək var, yelək, kit falan hamısını götürək. Şu, mən onda birbaşa bir dənə maşın tapsam mən buradan yaxşı olardı. Maşın varmı? Buraları girib çıxdılar evlərə. Hələ problem deyil. Burada ölüm. Öləndən sonra keçəcəm, videonu editləyəcəm. Videonun, yükləyəcəm videonu sizə göstərəcəm və yükləyəcəm. Linkini falan kopyalayıb PUBG-yə göndərəcəm ki, qaqa bax əziyyət çəkmişəm, zülm çəkmişəm. Mən bunu sənin üçün yəni yükləmişəm TikToka. O da bizə ödül yoluna hədiyyə verəcək. Yəni versə də mən də onu bir video ilə göstərərəm. Maşın falan niyə yoxdur ala buralarda? Bu da bitdi. Bir dəqiqə yemək götürmüşəm, yox getmək. Hər nəsə mən adam gəlsə açarım videonu. Bu da bir dənə botdur, ya nədirsə bilmədim nədir. Mən bir dənə şey götürürəm, alovu. Haradadır bu, getdi. Hər nəsə bunu öldürək. Dedim evin içində olsaydı bu alovdan istifadə eləyər, görən nə qədər hasar alırdı bu şey bot. Mən birbaşa raşlayacağım Qronuşa. Maşın da var onsa burada. Qronuşa raşlayacağım, orada bir dənə ölək qəşək. Vırsınlar bizi, sonra da çıxaq videomuzu editləyək. Yəni mən birbaşa çıxıb mədəniyyətsizlik eləməyəcəm. Çünki Azərbaycanda döyüşdən qaçanlar, yəni PUBG-dən danışmıram ümumiyyətcə. Yəni döyüşdən qaçanları yəni pis adlandırırlar. Mən də onu üstümə götürürəm. Heç bir yəni PUBG oyunundan qaçmıram da ona görə. Dəyişələr, RP-dən aldığım maşındır, necədir? Axır ki, plaq idim, özümə RP aldım. Gəldim birbaşa kafa attım bura. Görüm ölüm tez bir dənə burada. Yəni ölməyə çalışacağım. Birbaşa... Aha. Adam hardadır? Yəni biraz... Bir dəqiqə səs kasma çalışıram. Biraz bir trader olsun falan da onların istifadəsi çətin olur biraz. Aha bir dəqiqə altdalar yoxsa üstdədirlər? Altdadılar. Gəl. Eğimə bax bir dənə. Qoyduğum eğimə gördünüz siz Allah. Nəsə mən poli var oynayıram axır vaxtlar. Çox oynayıram da. Ondan nəsə bütün eğimimin hamısı gedibdi burada. PUBG-də. Ver görüm nəyin var sənin. Heç nəyin. Ev olmaz. Vektorunu almağa çalışayım. Bir dənə bunun şarjörünü atın vektora. Aşağı düşüm. Raşlayaq tez ölək biraz. Məqsədimiz ölməkdir onsuz. Oy zibil. Qaç. Ay qaçamadım. Heç olmaz. Problem deyil. Adam nötr pusubdalar. Onu gördünüz siz.
İndi nə edirik? Mən gələm o videonu editləyəm. Bir dənə siz gözləsəz çox zor olardı. Aha, çəkdiyimiz videoya baxaq. Yəni səssizdir. Bir dəqiqə. Yəni TikTokda adım Oyun Pros TT'də gəlib abunə də ola bilərsiniz. Bu çəkdiyim videoya da baxa bilərsiniz. Səslə falan nədir? TikToka yükləyəcəm. Yəni belə bir şeydir. Modun etkinlik formasıdır. Mən TikToka birində yükləmişdim. Bu formada, aha. Amma orada asi ninjalar falan yox idi. Amma mən yazı yazmaq yadımdan çıxdı mən. Bir dəqiqə, bir dəqiqə. Burada bakın gördünüz asi ninjalar saldırısı altında. Yəni moda özəldir də. Moda özəli nə varsa, burada asi ninjalar falan bayaq çəkmişdik ondan bunlar. Aha, sonra gəlirik. Burada ateş topunu yoxlayırıq. Rasenganı yoxlayırıq. Chidori falan. Ən sonda da bu divarı yoxlayırıq və yəni video bu qədərdir. 1 dəqiqəlik videodur. Videonu düzəltdim, yazıları falan yazdım, yüklədim, linki kopyaladım. İndi dediyim yerə. Mən indi bir dəfə göndərmişəm deyə göndərim keçmişində var. Yəni mənim göndərdiyim var. Henüz onaylanmadı. Niyə onaylanmadı? Niyə götürməyiblər görəsən? Hər nəsə, onda birini də göndərərik. Eyb olmaz. Hə, göndərim bağlantısı. Mən TikTokdan yükləmişdim deyə bir dəqiqə. Bura yapışdır. Yok bu değil, bu değil, bu değil. Bir dənə gedim onu kopyalım gəlim. İnşallah sizdə alınar. İnşallah siz daha da yaxşısını çəkməyə çalışın. Məsələn, gedin kimləsə fight eləyin, o fight çəkin. Ya məsələn, fight əsnasında 1v3 atırsınız da. Canınız azdı, o jitsu var birbaşa o sizi bir yerə ışınlayır, canınız azalında. Onunla məsələn istifadə eləyin, adamı öldürün. Yəni belə şeylər çəkin, paylaşın. Məndə də göndərə bilməyəcəm, çünki mənimkini qəbul eləmədilər. Zındırlar. Mən bunu kopyaladım dəqiqə. Göndərim bağlantısı. Atdığınız videonun göndərim bağlantısını kopyalayırsınız, yazırsınız bura. Davet kodu AV6NA. Bunu mən sizə deyirəm. Yəni bu davetim kodu məsələn burada yazılıb deyə BM5GV9 o mənimdir. Sizdə də başqa bir şey olacaq. Amma uşaqlar, bunu yazın siz. Bu daha aktivdir. TikTok seçirsiniz. Etkinlik kurallarından tanış, kopyalayı da basırsınız, göndərə basırsınız. Məndə indi qəbul eləmədilər, bilmirəm niyə. Henüz ödül yox, onaylanmadı. Eyb olmaz, inşallah sizdə alınar. Onda uşaqlar bugünlük bu qədər deyirəm. Gəlin videolarda görüşərik. Sağ olun, özünüzə yaş baxın uşaqlar. Ödül yolunda şeylərini göstərim mən sizə. Baxın. Yəni yaxşı paltarlar falan var. Popülərlik verir, yaxşı popülərlik verir, uğurlu para verir. Sonra buradan məsələn seçə bilirik, başlıq falan seçə bilirik belə. Yəni yaxşıdır, yaxşıdır. 500 UC-lik bir hədiyyə kimi bir şey verir də əslində sizə. Çoxda karakter də seçə bilirsiniz. Yəni bu 9-undan birini belə seçə bilirsiniz. Hər nəsə, bugünlük bu qədər olsun. Gəlin videolar görüşərik. Sağ olun, özünüzə yaxşı baxın. Bay bay.